Səhiyyəmizdə arzu olunan digər məqam isə ailə həkimi. Azərbaycanda çox az sayda fəaliyyət göstərən belə həkimlərlə bağlı Milli Məclisin plenar iclası zamanı maraqlı təklif səslənib. Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva ailə həkimi sahəsində stimullaşdırıcı addımların atılmasına ehtiyac olduğunu bildirib. təklif edərdim ki, baza tibb təhsili ilə kadrlar ailə həkimi kimi fəaliyyət göstərə bilsin. Bu ixtisas üzrə ali məktəbə qəbul şərtləri asanlaşdırılsın və stimullaşdırılsın. Bu yolda ilkin tibbi xidmət keyfiyyətini artırmaq və tibbi yardımın daha əlçatan olması əsas məqsədlər sırasında dayanır. Hazırda fəaliyyət göstərən sahə həkimləri kimi fəaliyyət göstərən şəxslərin, tibb mütəxəssislərinin davamlı olaraq yenilikçi, müasir bilik və bacarıqlara əlçatanlığını təmin etməsi məqsədi ilə dövlət tərəfindən daimi olaraq onların təlimləndirilməsi həyata keçirə bilər. Həmçinin tibb mütəxəssislərinin sertifikasiya qaydalarının təkmilləşdirilməsi ilə ailə həkimlərinə öz tutduqları vəzifələr üzrə onlara uyğun olaraq sertifikasiyanın təşkil edilməsi aparıla bilər. İllərdir ailə həkimi kimi fəaliyyət göstərən Yeganə Cəfərova da bu ixtisaslaşmanı səhiyyəmiz üçün olduqca vacib hesab edir. Xəstədə hər hansı bir təzə yeni bir xəstəliyi meydana çıxırsa, narahatçılığı meydana çıxırsa, o halda üz tuta biləcəyi yeganə həkim onun üçün ailə həkimi hesab olunur. Çünki ailə həkimi artıq onun bütün anamnezini yığır, onu dinləyir, xəstəliklərini araşdırır və yönəldir. Bir növ, yəni ailənin həkimi kimi xəstəyə istiqamət verən yeganə həkim terapevt hesab olunur. Uşaqlar üçün isə həkim pediatrlardır. Yəni bir növ... Bəs görəsən bakalavriyyat təhsil alan kadrların ailə həkimi kimi fəaliyyət göstərməsi təklifinə mütəxəssislər necə yanaşır? Mən düşünürəm ki, sahə həkimlərini nə qədər ki, ailə həkiminin üstə hələ tam formalaşmayıb, biz bu işə cəlb eləməliyik. Onlar hələ də var, mövcuddular. İkincisi, bakalavr oxuyub, yəni baza tibb təhsilini alıb, rezidentura təhsil ala bilməyən şəxslərin ailə həkimi şəklində işlənməsi də bir sistem şəklini ala bilməz. Niyə? Çünki ailə həkiminin institutu xüsusi bir istiqamətdir. Onlar üçün də müəyyən fənlər tədris olunur. Onlar bu işin nüanslarını bilməlidirlər. Yəni, baza tibb təhsili də ailə həkimi istiqamətini alınmalıdır. Ekspert onu da əlavə etdi ki, ailə həkimi Azərbaycanın yaxın dövrü üçün perspektivli səhiyyə modeli olacaq. Elə ona görə də bu sahədə həm nəzəri, həm də praktiki addımlar artıq labüddür. Vurğun Mədətov, Zaur Hüseynov, İTV Xəbər.